Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər əsasən də günün birinci yarısında bəzi ərazilərdə qısa müddətli yağıntılar ola bilər. Çox qısa müddətli halda da intensivləşə bilər. Yəni səhərdən və axşama qədər gün boyu yağıntı olmayacaq. Lakin günün birinci yarısında qısa müddətli yağıntı olacaq və bu az bir müddət ərəfəsində intensivləşə bilər. Hətta şimşək çaxma ehtimalı da gözlənilə bilər. Lakin çox şiddətli yağıntılarla əvəz olunmayacaq. Günün ikinci yarısına etibarən tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək. Qeyd elədiyimiz kimi küləyin istiqaməti və gücü 23-25 metr saniyə sürətlə və gücə qədər artacaq. Atmosfer təzyiqi 761 mm civə üstün olacaq. Havanın temperaturu 18-22 dərəcədən başlayacaq və ən çox 29 dərəcəyə qədər isti olacaq. Axşam saatlarında da getdikcə bu temperatur bir balaca aşağı enəcək və nisbi rütubət həm gecə, həm də səhər saatlarında və gün boyu 60-70% təşkil edəcək. Bölgələrimizə keçid alırıq. Naxçıvan şəhəri, Culfa, Ordu, Şahbuz, Şərur, Sədərək bu ərazilərdə əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Şərq küləyi əsəcək. Günün gedişatında xüsusi yağıntılar gözlənilmir və havanın temperaturu 38 dərəcəyə qədər isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində isə bugün 28 dərəcə isti gözlənilir. Çünki bəzi yerlərdə ara bir yağıntılar olacaq, şimşək çaxacağı, dolu düşmə ehtimalı var. Şərq küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə hərəkət edəcək. Bəzən isə küləyin istiqaməti və gücü arta bilər. Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl bu ərazilərimizdə də demək olar ki, eyni hava şəraiti bizi gözləyir. 23-28 dərəcəyə qədər isti hava şəraiti olacaq. Axşama doğru temperatur aşağı enəcək. Bölgələrimizdə, yəni bölgə ərazisində bütün gün boyu davam edən yağıntı olmasa da yüksək dağlıq ərazilərdən başlayan yağıntılar bölgə ərazisində təsir göstərəcək. Yüksək dağlıq ərazilərdə də gün boyu ara bir yağıntılar olacaq ki, bu yağıntılara dolu düşmə ehtimalı daxildir, qısa müddətli intensiv yağışlar daxildir və şimşək çaxma ehtimalı da var. Qərb bölgəsinə keçid alırıq. Qərb bölgəsində də şərq küləyi əsəcək. Küləyin istiqaməti və gücünü biraz artım gözlənilir. Havanın temperaturu 27-28, bəzən 32 dərəcəyə qədər isti olacaq. Axşam saatlarına doğru temperatur getdikcə aşağı enəcək. Yəni bu aşağı enmə şiddətli enmədən söhbət getmir. Həddindən artıq soyuq hava şəraitindən təbii ki, əvəz olunmayacaq. Lakin müəyyən dərəcədə günün birinci yarısına olan temperatura nəzərən biraz aşağı dərəcə olacaq. Əsasən yağmursuz keçsə də bəzi yerlərdə qısa müddətli yağıntılar gözləniləndir. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində də bugün şərq və qərb rayonlarından gələn yağıntılar gözlənilir ki, bölgə ərazisinə az da olsa təsir göstərəcək. Əsasən yağmursuz keçsə də bu qısa müddətli yağıntıların olması və küləyin istiqamətinin və gücünün biraz daha sürətli olması 15-18 metr saniyə sürətlə və güclə başlayacaq. 22 metr saniyə sürətlə və gücə qədər davam eləyəcək. Bunların nəticəsində temperatur da bir balaca aşağı enəcək. Belə ki, ən çox istilik dərəcəsi 29 dərəcədir, bəzən 32 dərəcə ola bilər. Amma əsasən 20-li dərəcələr aralığında dəyişəcək və əsasən yüksək dağlıq ərazilərdə və axşam saatlarında temperatur bir balaca aşağı enəcək. Mərkəzi Aran bölgəsinə keçid alırıq. Mərkəzi Aran bölgəsi bugün nə qədər də isti hava şəraitinin əvəz olunsa da, 33 dərəcəyə qədər isti hava şəraiti göstərilsə də, bugün qərb rayonlarından gələn yağıntılar Mərkəzi Aran bölgəsini əhatələndirəcək. Şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə qısa müddətli intensiv yağışlar olacaq. Yağışların daxilində eyni zamanda dolu düşmə ehtimalı var. Yəni Mərkəzi Aran bölgəsi yay ayında demək olar ki, ilk hava şəraitindən olan bir halı yaşayır. Çünki yağıntılar Mərkəzi Aran bölgəsi üçün çox nadir hallarda görünür. Əsasən də yay aylarında, çünki isti bölgələrimіздəndir. Lakin bugünü biraz yağıntılı keçirəcək, amma buna baxmayaraq yenə də 33 dərəcəyə qədər isti hava şəraiti müşahidə olunur. Küləyin istiqaməti və gücündə də biraz artma var. Şərq küləyi əsəcək. Son olaraq Cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində də şərq küləyi əsəcək. Əsasən yağmursuz keçsə də qısa müddətli yağıntılar bu bölgələrimiz üçün də keçərlidir. Eləcə də havanın temperaturu ən çox 29 dərəcəyə qədər isti olacaq. Bəzi yerlərdə 32 dərəcəyə qədər arta bilər. Axşama doğru temperatur getdikcə aşağı enəcək. Küləyin istiqaməti və gücünə görə burada da biraz küləyin istiqamətində artma var ki, belə ki 15-18 metr saniyə sürətlə və güclə hərəkət edəcək. Bəzən 22 metr saniyə sürətlə və gücə qədər qalxacaq. Belə, paytaxtımıza və bölgələrimizə aid olan yay fəsli olsa da havanın gedişatında əsas nüanslar və informasiyalar bundan ibarət idi. Hələ ki, bugünü biraz daha dəyişkən buludlu keçirəcək, amma hər nə olursa olsun bu hava şəraiti heç bir halda sizin əhval-ruhiyyənizə mənfi təsir göstərməsin, gününüz xoş yekunlarsın. Biz isə indi qısa bir fasilə keçirik, sonra proqramımız öz axarında davam edəcək.